Günün sonuncu sualına baxaq. Təyyarə hava vintinin fırlanma tezliyi 1800 dövr böl dəqiqədir. Dövr böl dəqiqə. Və belə 1800 dövr dəqiqədən keçək saniyəyə. 1800 dövr 1 dəqiqəmiz 60 saniyədir. İxtisar aparanda eləcə 30 dövr saniyə. Bu nələrdir? Deyir ki, 120 kilometr yəni 120 vur 10 üstü 3 metr yolda və bərabərdir 180 kilometr saat. Kilometr saatdan metr saniyədə keçəndə 18'də 5'ə bilirsiniz ki, vururuq. Yəni 3600'də 1000'ə vururuq. İxtisar aparanda 18'də 5 eləyir 20'yə. Bu derəcə 10, 50. Aha, indi deyir neçə dövr edər? Eni soruşur bizdən. Gəl baxaq. L bərabərdir V T'yə əsasən. Buradan T'ni tapsaq. Görək neçə saniyə vaxt keçibdir. 120 vur 10 üstü 3 bölünsün 50'yə. Bu da bizdə eləyəcək 12.000 böl 5 o derece 24 2400. İndi eni necə tapacaq? Biz bilirik ki, tezlik nə deyilir tezlik uşaqlar? Vahid zamandakı dövrlərin sayına. Buradan eni tapsaq, eni t'yə vurmaq lazımdır. 24 vur 10 üstü 2'ni vursam 30'a. Bu da eləcək mənə 720 vur 10 üstü 2. Və cavablarda onluqlara ayrılıb, gəl ayıraq. 7,2 vurulsun 10 üstü 4 olacaq. Çünki buradan bir dənə ayıranda bu özü eləyəcək 7,2 vurulsun 100. Yəni 10 üstü 2'yə. O da 10 üstü 2'ni 10 üstü 2'yə vuranda əsas olduğu kimi qalır, üstlər toplanır. Bu məsələdə belə.